Salam əziz tələbələr. Növbəti sınavımızın, intensiv sınavımızın ikinci hissəsinin məntiqli olan sualların izahı ilə izahlarımıza davam edirik. 71-ci sualdan etibarən olan sualların izahını bu videoda görmüş olacaqsınız. Baxın, ilk sualımız analogiya sualdır. Parallelogram, paraleliped yazılıb. Parallelogram müstəvi figurudur, paraleliped fəza figurudur. Deməli, fəza versiyasıdır paraleliped parallelogramın. Eyni zamanda doğru cavabımız olacaq A variantı. Kvadrat müstəvidir, kub fəzadır. Kub kvadratın fəza versiyasıdır sanki. Doğru cavabımız olacaq A variantı. 72-ci sualımız anagram sualdır. A variantda direktor yazılıb. Daha sonra B'də repetitor yazılıb. Növbəti C'də ekvator yazılıb. Daha sonra D'də kurator. Y'də isə novator yazılıb. Baxın, ekvator coğrafi xəttdir. Coğrafi anlayışdır. Digərləri şəxslər deyə bunlar fərqli variantdır. C variantını doğru cavab kimi götürmüş oluruq. Diqqət yetirin. Baxın, bir dənə T hərfi varsa bu xətti ekvador olsaydı, D olsaydı bu ölkə olardı. Yenə qəbul sualdır. Bunu dəfələrlə deməyimizə rəğmən səhv yazan tələbələr olur. Ona görə diqqət yetirin. D-dırsa ölkədir, T-dırsa coğrafi xəttdir. Buna diqqət yetirmək lazımdır. Keçirik 73-cü sualımıza. 73-cü sualımız operatordur. Çox çətin deyildi bu. Baxın, 3-dən 4-ü toplasam 7. 7-ni vururam 1-ə 7 alınır. Nəyə görə 1-ə vururam? Aralarındakı fərq 1-dir deyə. 4-dən 3 çıxanda 1 alınır. Daha sonra 4 ilə 5 toplayıram 9. 9-u vururam 1-ə. Çünki 5-dən 4 çıxanda 1 alınır. Verdi 9-u. İndi 7 ilə 9 topladım 16. 16-nı vururam 2-yə. Çünki 9-dan 7 çıxanda nə qalır? 2 qalmış olur. Vursam 32. Eyni qaydada 8-dən 6-nı topladım 14. 14-ü vuracam 2-yə. Çünki 8-dən 6 çıxanda 2 qalır. O da bizə 28-i vermiş olacaq. Cavabımız olacaq məhz Y variantı. 74-cü sualı keçirik. İndi mətnin məntiq təhlillə bağlı bir sual tipidir. Yazıb ki, A F-dən böyük, D-dən kiçikdir. Bir kənardan qeyd edirəm. A F-dən böyükdür, D-dən kiçikdir. Bu şəkildə. K F-dən və D-dən böyükdür. K F-dən və D-dən böyükdür. K hər ikisindən yuxarıdadır. D-dən də F-dən də. T F-dən böyük, K-dan kiçikdir. Deməli, T burada bir yerdədir ki, F-dən böyük olsun, K-dan kiçik olsun. Dəqiq yerini bilmirəm. Hansı hissədə duracaq? Yəni, D ilə A-nın hansı hissəsində duracaq? Onu 100% bilmirəm. Amma K F-in arasında bir yerdə olmalıdır. Yazıb ki, verilənləri aşağıdakılardan hansını əlavə etsək, A-dan böyükdür. Hökmü məntiqi nəticə olaraq alınır. A-dan böyükdür. Bilmirəm haradadır. A-dan böyük olmalıdırsa, baxın, bu hissədən yuxarıda bir yerdə olmalıdır. Ada yazıb ki, T R-dən böyükdür. T R-dən böyükdürsə, ola bilsin, baxın, T olsun burada, R olsun burada. R nə olacaq? A-dan aşağıda olacaq. Yəni, bunu 100% bilmirəm hansı haradadır. Dəqiq bilə bilmərəm. A-nı silirəm. B-də yazıb ki, R T-dən böyük, K-dan kiçikdir. R T-dən böyükdürsə, yenə olduğu kimi, baxın, burada R olar, burada T olar. A bunlardan yuxarıda ola bilər. F də bunlardan aşağıda. Yəni, bunu 100% bilmirəm. Yəni, hər ikisi burada ola bilər. Deməli, bu da 100% deyil. C-də yazıb ki, T R-dən kiçik, D-dən böyükdür. Baxın, T R-dən kiçikdir, D-dən böyükdürsə, bu halda R yuxarıdadır, T ondan aşağıdadır və eyni zamanda T harda olmalıdır? Baxın, K-nı biraz yuxarıdan yazıram. K-nı yazıram buradan. T R-dən kiçikdir, D-dən böyükdürsə, T buradadır, R də buradadır. Bu zaman həqiqətən R nə olur? A-dan böyükdür hökmü məntiqi nəticə olaraq ortaya çıxmış olur. Deməli, doğru cavabımız nə olacaq? C variantı olmuş olacaq. 75-ci suala baxırıq. Şəkil arıcıqlarla bağlı bir sual tipidir. Diqqətlə baxmış olsaq, kvadrat buradaydı. 1, 2, 2 damı sağa hərəkət etdi, gəldi bura. Saat əqrəbi istiqamətində. Yenə 1, 2, 2 damı hərəkət edib dairənin yerinə gələcək, gəldi bura. Bir daha 2 addım hərəkət etsə, burada bu dairənin yerinə gəlməlidir. Yəni, kvadrat olacaq burada. Harada orada verilməyibsə siləcəm. D-də orada verilməyib, C-də orada verilməyib, A-da orada verilməyib. Sildim bunları. Qaldı Y variantı və B variantı. İndi aralarındakı fərqə baxsam, A kvadrat fərqli yerdə verilib. Baxın, indi A kvadratın qayda qanunluğuna. Baxın, A kvadrat buradaydı. Bir addım 2 addım atdı, gəldi bura. Yenə 2 addım atıb gələcək bura. Bir daha 2 addım atsa gəlib kvadrat hara düşər? Baxın, tam bura düşər. Sağ yuxarı küncə. B-də orada deyil. B-ni silən kimi Y variantı doğru cavab kimi qalmış olacaq bizdə. 76-cı sual keçilir indi. Rebus mövzusu ilə bağlı bir sual tipidir. Diqqətlə baxmış olsaq, çox da mürəkkəb deyildi. 32 ilə 24 toplayacaq. Bu bizə verəcək neçəni? 56-nı 2-yə bölsək alacaq 28-i. 24 ilə 6-nı toplasaq 30, 2-yə bölsək 15. İndi 6 ilə 14 toplasaq 20, 2-yə bölsək nə alınır? 10 alınmış olar. 14, 32-ni toplasaq 46, 2-yə bölsək 23 alınmış olacaq. Cavabımız da variantı 10 olmuş olur burada. 76-cı sualımız
Şəkil münasibətlərlə bağlı yazıb ki, qanuna uyğunluğu müəyyən edin və fərqli variantı tapın. Diqqətlə baxmış olsaq birbaşa fərqli variant göstərəcəm. İkinci şəkil fərqli variantda nəyə görə? Baxın, burada 1, 2, 3, 3 dənə xətt var. Yenə burada 1, 2, 3, 3 dənə xətt var. Xətt sayıları bərabərdir. Daxildə 1, 2, 2 dənə xətt var. Daxildə burada 1, 2, 2 dənə xətt var. Amma baxın ikinci şəkildə. İkinci şəkildə bu şəkildə verilməmişdi. 1, 2, 3, 3 dənə xətt buradadır. Amma diqqətlə baxsaq 1, 2, 3, 4 dənə də xətt burada verilib. Burada 4 xəttdir, burada 3 xəttdir. Qalan hamısı da xətt sayı bərabərdir. Baxın 2 xətt burada, 2 xətt burada. Yenə baxın 1 xətt burada, 1 xətt burada. Yenə 1, 2, 3, 4, 4 xətt buradaydı. 1, 2, 3, 4, 4 xətt də buradaydı. Yeganə ikinci şəkildə 4-ün 3 idi, bərabər sayıda deyildi deyə ikinci şəklimiz, yəni Y variantı fərqli variant olmuş olacaq. İndi isə keçəcək neçənci suala? 78-ci sualımıza. 78-ci sual yenə şəkil münasibətlərlə bağlıdır. Yazıb ki, fiquru ştrixli xətlər boyunca qatlayın. Baxın, bu xətlər boyunca qatlanamalıyıq verilmiş fiquru. Bu zaman güzgüdən məsafəm, baxın bu məsafədə tam nöqtələr gəlib üstə düşəcək. Buradan aşağı bir xəttim düşür. Bu düşəcək aşağı. Yenə güzgüdən biraz daha uzaqda, yəni o xəttin yanında bir dənə də xəttim var. O da düşəcək bura. Güzgüdən biraz daha uzağa. Baxın, xəttin sanki mərkəz hissəsində 2 dənə belə, fiqurun mərkəz hissəsində 2 dənə belə xətt alınmalıdır. Baxın, B variantında 1 dənə xəttdir. A-da 1 dənə xəttdir. C-də 1 dənə xəttdir. Y-də 2 dənə xəttdir, amma məsafələr eyni deyil. Burada gördünüz bu 2 dənə xəttin məsafəsini bir-birinə yaxındır. Yenə bir-birinə yaxın vəziyyətdə alınmalı idilər. Bu vəziyyətdə alınmalı idilər. Amma burada gördünüz nə qədər məsafəsi var. Deməli, Y variantı yanlışdır. Amma D variantı tam doğru olaraq verilib. Deməli, doğru cavabımız da məhz 78-ci sualda D variantı olmuş olacaq. 79-cu suala baxırıq indi. Yazıb ki, birinci lövhənin verilmiş şəkillərə əsaslanaraq müəyyən edin. Baxın, birinci lövhəni axtarıramsa, birinci lövhə hansı fiqurlarda varsa onlara baxacam ancaq. Digərinə artıq baxmağa ehtiyacım yoxdur. Hər ikisində ortaq olan lövhə hansıdır? Birinci lövhədir. Deməli, hər ikisində ortaq olan fiqurlar birinci lövhənin fiqurları olmuş olacaq. Baxın, məsələn, A variantı yanlışdır artıq. Nəyə görə? Burada düzbucaqlı var, amma burada düzbucaqlı fiqur yoxdur bu şəkildə. Deməli, düzbucaqlı birinci lövhənin fiquru ola bilməz. Ortaq olanlar hansıdır? Bu şaqil formada olan düzbucaqlıdır. Hər ikisində var. Deməli, şaqil formada düzbucaqlı mı olmalıdır? Olmayan cavabları sildim. Qaldı 2 dənə variant. Eyni zamanda diqqətlə baxsaq, baxın, burada belə bir qara dairəyə bənzər fiqur var. O hər ikisində verilib. Deməli, hər ikisi birinci lövhənin fiqurlarıdır. Cavabımız C variantı olacaq. B-ni də artıq silə bilərik. 80-82-ci suallara baxırıq. Qanadların eni bu şəkildə olan quşlar verilib. Bir kənardan qeyd dəftərə açacam indi. Cədvəllər formasında həll etməyə çalışacağıq bu mətni. Deməli, cədvəlimizi qurduq. Baxın, yuxarıda qanadlarını yazmışam. Sol tərəfdən birinci hissədən çəki, ikinci hissədən də enləri yazmış olacaq indi. Birinci cümləmizdən başlayıb oxuyuruq. Yazıb ki, qanadlarının eni ən böyük olan dəvə quşunun çəkisi. Ən böyük qanad eni hansıdır? 3,5 metrdir. Deməli, dəvə quşunun qanadlarının eni olacaq 3,5 metr. Buradan yazdım 3,5-i. Qanadların eni, ən böyük olan dəvə quşunun çəkisi. Qanadların eni 3,2 metr olan kazuarın 1 sm çəkisindən çoxdur. Deməli, kazuarın eni nə qədər olacaq qanadların eni? 3,2. Kazuar olan hissəyə gətirib yazıram 3,2-ni. Yazılıb ki, kazuarın 1 sm çəkisindən çoxdur. Bizim 1 sm-imiz 100 kiloqramdır. Deməli, kazuarın çəkisi nə qədərdir? 100 kiloqramdır. Bura qeyd edirəm 100-ü. Və dəvə quşunda bundan çoxdursa, dəvə quşunda neçə olacaq? Məcburən buradakı 120 olacaq. 120-ni qeyd etdim bura. Birinci cümləni yekunlaşdırdıq artıq. Keçirik ikinci cümləyə. Yazıb ki, çəkiləri 16 kiloqram olan dovdaq və albatrosun, deməli, dovdaq və albatrosun çəkiləri nə qədərdir? 16-dır. Hardadır? Dovdaq buradadır. 16-dır çəkisi. Albatros 16-dır qeyd etdik bura. Qanadların enləri cəmi 6 metrdir. Deməli, hansılar ola bilər? Baxın burada. 2,5, 3,5 ola bilər. 2,5 plus 3,5 bizə verər 6-nı. Bir də 2,8 ilə 3,2 cəmi bizə verir 6-nı. Hansı ki, baxın, 3,2 burada, 2,8 burada verilib. Bəs deyəcəksiniz, biz 3,5-i istifadə etmişik. Amma bir daha istifadə edə bilərik. Nəyə görə? Çünki 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə qanad eni, 7 dənə çəki var idi. Amma məndə quşların sayı 8 idi. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 dənə quş var idi. 7 dənə en, 7 dənə çəki. Deməli, hər hansı ədədim təkrarlanacaqdır bir dəfə. Deməli, 3,5 təkrarlana bilər. Hələ ki, birbaşa silmirik. Eyni zamanda burada yazıb ki, dovdağın eni albatrosun qanadların enindən azdır. Deməli, dovdaq kiçikdir nədən? Albatrosdan. Bu qalsın burada. Növbəti cümləyə baxırıq. Yazıb ki, qanadların eni ən az olan qrifin çəkisi.
Qanadların eni ən az olan hansıdır? 2.5-dir, elə deyil. Deməli, bu nəyindir? Griffindir. 2.5 yazıram bura. Daha sonra eyni zamanda yazıb ki, qanadların eni ən az olan Griffin 8-i, qanadların eni 3 metr olan qutan. Qutanın qanadların eni nə qədərdir? 3 metrdir. Bura qeyd etdim 3-ü. Qutanın 8-sindən azdır. Deməli, Griffin 8-i azdır qutanın 8-sindən. Eyni zamanda qanadların eni 2.7 metr olan quşun 8-sindən çoxdur. Quşundan çoxdur çəki baxımından. Quşunun da qanadların eni nə qədərdir? 2.7-dir. Baxın, burada yazırıq 2.7-ni. Əla, bunları qeyd etdik. Bir dənə qaldı nə bizdə? Albatrosla eyni zamanda dovdaq və kondor qalıb. Baxın, mən bilirəm ki, artıq albatrosla dovdağın qanadlarının eni nə qədər idi cəmi? 6 idi. Amma mən artıq 2.5, 3.5-ə baxa bilmərəm. Nəyə görə? Dedik, bəli, bir ədəd 2 dəfə təkrarlaya bilərik hər hansı birini. Amma mən burada 3.5, 2.5 götürsəm, həm 3.5-i, həm də 2.5-i təkrarlamış olacam. O zaman qanadların enindən bir əskik qalmış olacaq. Artıq qalmış olacaq. Amma sadəcə birini təkrarlaya bilərdim, bəli. Mən 3.5 təkrarlasam, məcburən gələk 2.5 də təkrarlayam. Çünki burada verilib. Deməli, bu ehtimal doğru deyil ümumiyyətlə. Burada ikisi təkrarlanır. O zaman 2.8, 3.2 bərabər də 6 doğru olacaq. Albatrosda çoxdur deyə 3.2 albatrosa veriləcək. 2.8-də dovdağa. Baxın, M məsələsində bir dənə ədədim qalıb ki, onu istifadə etməmişəm. O da hansıdır? 3.1 metrdir. Onu da məcburən hara yazırıq? Kondora yazırıq. Kondor oldu 3.1 metr. Bunları qeyd etdik bura. İndi biraz bunu yuxarıdan yazacağım. Bilirəm ki, qutanın çəkisi çoxdur Griffin 8-sindən. Griffin 8-də çoxdur quşunun 8-sindən. Çəkilərini qeyd etmədiyim hansılar qalıb? Qutan, quşu, kondor və grif. Baxın, kondoru da qeyd edirəm buradan, bunu da çəkisini qeyd etməmişəm. Bəs hansı ədədləri mən yazmamışam ümumiyyətlə? Baxın, yazmadığım ədədlər. 120-ni yazmışam, 16-nı yazmışam, 2 dəfə yazmışam, hətta təkrarlamışam. Deməli, o təkrarlanan elə 16 imiş. Onu yazdım. Geri qaldı nə? 11, 12, 14 və 22. Bir kənardan yazıram. Geri qalan ədədlərim bunlardır. 11, 12, 14 və 22-dir. Bu ardıcılığı qurmağa çalışacağıq. Ola bilsin, baxın, 14 qutandır, 12 grifdir, 11 quşudur, kondora qaldı 22. Bu bir ehtimaldır. Bu birinci ehtimaldır. Ola bilsin, başqa nə ola bilər burada? Diqqətlə baxsaq, baxın, 22 olsun qutan, 14 olsun grif, 12 olsun quşu, avtomatik 11 qalır kondora. Bu ikinci ehtimaldır. Üçüncü bir ehtimalda, ola bilsin bu 22'dir, bu 12'dir, bu 11'dir, buna qaldı 14. Ola bilsin dördüncü bir ehtimalda, bu 22'dir, daha sonra bu 14'dür, bu 11'dir. 12 qaldı bura. Gördünüz, 4 dənə ehtimal var. Bu 4 dənə ehtimal daxilində mən sualları cevablamağa çalışacağım. Birinci sualda yazıb ki, mətni aşağıdakılardan hansı əlavə olunarsa, hər quşun çəkisini müəyyən etmək olar. Baxın, bir doğru, bir yanlış cavab göstərəcəm. A variantında yazıb ki, kondorun çəkisi albatrosun çəkisindən azdır. Albatrosun çəkisi 16'dır. Kondorun çəkisi, baxın, 3 dənə ehtimal daxilində albatrosdan azdır. Mən hansını götürəcəyimi qərar verə bilmərəm. Deməli, bunu 100% bilmirəm. Bu, bütün hamısını çəkilərini ortaya çıxartmayacaq. Əgər bu cümləni doğru götürsəm, yenə əlimdə 3 dənə ehtimal qalır. B-də yazıb ki, kondorun çəkisi Griffin çəkisindən çoxdur. Griffin çəkisi nə qədərdir? Baxın, kondorun çəkisi Griffin çəkisindən çoxdursa, cəmi neçə ehtimalımız var, ona baxacaq. Bir ehtimal buradadır. Kondor Griffdən çoxdur. Bir ehtimal da buradadır. Baxın, kondor Griffdən çoxdur. Yenə 2 dənə ehtimal var. Bilmirəm hansıdır. Doğru cavabımız D variantı idi. D-də yazıb ki, kondorun çəkisi quşunun çəkisindən azdır. İndi gəlin görək, həqiqətən kondorun çəkisi quşunun çəkisindən az olsa necə olacaq? Baxın, kondorun çəkisi quşunun çəkisindən az olduğu hal cəmi neçə ehtimal da var? Bir dənə ehtimal da var. Baxın, kondor 11'dir, quşu 12'dir. Qalan hamısında kondorun çəkisi çoxdur. Yeganə burada kondorun çəkisi quşunun çəkisindən azdır. Yəni, belə bircə dənə ehtimalım var. Mən bu cümləni verilmiş mətnə daxil etsəm, məcburən bu ehtimalı qurmağa çalışacağım. Yəni, bu ehtimalı qurmalı olacağım. Onda da hamısı ortaya çıxmış olacaq. Deməli, həqiqətən doğru cavabımız məhz D variantı olmuş olur. İndi keçirik digər sualları cevablamağa. Hələ ki, bunu silməyək. Çünki bundan istifadə edəcək, bir kənara çəkirəm bunu. Növbəti 81-ci sualda yazıb ki, quşunun çəkisi 12 kiloqramdırsa, çəkisi ən az olan quşun qanadlarının eni neçə metrdir? Deməli, quşunun çəkisinə baxıram 12'dir. Baxın, bu ehtimal daxilində baxıram. Bu zaman çəkisi ən az olan hansı olacaq? 11 kiloqramlı olacaq kondor. Kondorun da qanadlarının eni nə qədər idi? 3.1 metr idi. Deməli, 81-ci sualda doğru cavabımız nə olacaq?
B variantı 3,1 metr olmuş olacaq. İndi keçirik 82-ci sualımıza. Yazıb ki, qutanın çəkisi 14 kiloqramdırsa, qanadların eni 2,5 metr olan bu quşun çəkisi neçə kiloqramdır? Qutanın çəkisi neçə deyir bizdə? 14 deyir. Deməli, bu ehtimala baxırıq. Bu halda qanadların eni 2,5 metr olan quşun çəkisi neçə kiloqramdır? Onu tapmalıyam. Bu halda mən baxıram ki, 2,5 hardadır? Qrifdədir, elə deyil. Qrifin çəkisi nə qədər olacaq? 12 olacaq. Deməli, qanadların eni 2,5 olan qrifdir. Qrifin də çəkisi avtomatik bu şərt daxilində 12 olur. Cavabımız 82-də olacaq. Məhz Y variantı. Biraz əlbəttə ki, vaxt aparan sualı idi, amma blok sualda nəzərə almaq lazımdır ki, imtahanda yəni 3 bal verəcək bu sizə və mütləq şəkildə belə bir sualınız olacaq. 83-cü sualda yazılıb ki, qanuna uyğunluq müəyyən edin və sual işarələri əvəzinə yazılma olan variantı seçin. Deməli, əslində qayda-qanunluq nədir? Birinci, ikinci, üçüncü şəkil. Ardıcıl olaraq fiqurlar birinci sıradan üçüncü sıraya doğru yavaş-yavaş hərəkət edir. Məsələn, baxın, bu qara fiquru götürürəm. 1-dən 2-yə keçəndə bir addım sola gəldi. 2-dən 3-ə keçəndə bir addım da sola gəldi. İndi mən burada 3-dən 1-ə qayıtmalıyam. 3-dən 1-ə qayıdıramsa, 3-dən 2-yə qayıtmalıyam, 2-dən 1-ə qayıtmalıyam. İndi baxın, 1-dən 3-ə gedəndə sola doğru hərəkət edirdimsə, 3-dən 1-ə doğru gedəndə sağa doğru hərəkət etməli olacam. Tərsinə. Çünki indi tərsinə gedirəm. İndi baxın, sola doğru bir addım gəlirdimsə, indi sağa doğru bir addım gedəcəm. Bir addım atsam, baxın, 3-cü yerdəyəm. Bir addım atsam, 4-cü yerdə keçərəm. Amma ikinci şəkildə. Birinci şəkilə qayıtmaq üçün bir adımda sağa atsam, hara keçəcəm? 5-ci şəkilə. Deməli, 5-ci yerdə qara olmalıdır. Baxın, bu variantları artıq rahatlıqla silə bilərəm. B ilə Y getdi. Amma bu qədər dərin düşünməyə heç ehtiyacımız da yox idi. Biz baxırdıq ki, baxın, bu fiqurumuz olduğu yerdə sabit qalıb, yerini dəyişmir bu fiqur. Deməli, yenə həmin fiqur nə olacaq? Yerini dəyişməyəcək. Baxın, bu şəkildə ştrixli fiqurdur. Hər dəfə olduğu yerdə qalıb. Həmin fiqur burada hardadır? Baxın, tam burada verilib. Eyni fiqurdur. Deməli, bu fiqur hara getsəm yerini dəyişməyəcək. Neçənci yerdədir? 1, 2, 3, 4, 5, 6, 7. 7-ci yerdə eyni fiqur gəlməlidir. 1, 2, 3, 4, 5, 6, 7. O fiqur deyil, anı sildim. 1, 2, 3, 4, 5, 6, 5. Bir daha sayaq. 6, 7. Eyni fiqur deyil, sildim. 1, 2, 3, 4, 5, 6, 7. Bəli, 7-ci yerdəki fiqur elə burada 7-ci yerdə verilən fiqurla eyni fiqurdur. Deməli, D variantı doğru olmuş olacaq 83-cü sualımızda da. Və keçid edəcək 84-cü suala. Tərəzilər mövzusuyla bağlı bir sual tipidir. Yazıb ki, tərəzinin qolları tarazıqdadır. Qanuna uyğunluq müəyyən edib sual işarəsinin əvəzinə düzgün olan variantı seçin. Baxın, əvəz etməklə yazırıq. Bir dənə P hərfi 3 dənə Y-ə bərabərdir. Buradan mən bu P-ni silirəm. Yerinə yazıram 3 dənə Y. Çünki bir dənə P 3 dənə Y-ə bərabərdir. Daha sonra soldan 2 dənəsini siləm, 2 dənə X-i siləm, sağdan 2 dənə X-i siləm. Soldan bir dənə Y siləm, sağdan bir dənə Y siləm. Burada əlimdə nə qaldı? 2 dənə Y qaldı. Burada əlimdə nə qaldı? Bir dənə Z qaldı. Deməli, bir dənə Z 2 dənə Y-dirsə, 2 dənə Y nəyə bərabərdir? Bir dənə Z-ə. Doğru cavabımız 84-cü sualda da olacaq məhz B variantı. İndi isə keçirik 85-ci sualımıza. 85-ci sualımız analogiyadır. Fərqli variant seçməliyik. Yerə fərqli variantımız A variantıdır. Baxın, kvadratın qövsü olmur. Bu yanlışdır. Rombun tərəfi olur. Çevrənin diametri olur. Üstbucağın tən böləni olur. Kubun tili olur. Amma kvadratın qövsü olmur. Deməli, fərqli variant olacaq A variantı. 86-cı suala keçid edirik indi. 86-cı sualda yazılıb ki, mağazada satılan bəzi malların qiymətləri və endirim faizləri aşağıdakı cədvəldə verilmişdir. Yuxarıdakı malların hər birindən bir ədəd alan müştəri neçə manat pul ödəməlidir? Baxın, 50% endirim edirəmsə, neçəyə satıram? 50% qiymətinə satıram. Normalda öz qiymətinə satsam, yəni 200 manatlıq məhsulu öz qiymətinə satıramsa, 100% qiymətinə satıram. Bundan 50% endirim etsəm neçəyə sataram? 50% qiymətinə satıram deməli. Mən birbaşa satdığım hissənin faizini hesablayacağam. Yəni 50% endirim edirəmsə, 50%-ə satıram. 200-ün 50% nəyə bərabərdir? Yəni yarısı 100-ə. 100 manata bunu satdım. İndi 50 manatlıqdan 40% endirim edirəmsə, baxın 50 manatı öz qiymətinə satsam həmin məhsulu 100% qiymətinə satardım. İndi 40% endirim etmişəmsə 60% qiymətinə satmışam. Deməli, burada bunu 60 qiymət satmışam. Bunu 50% satmışam. İndi 50-nin 60% bizə neçəni verəcək? Verəcək 30 manatı. Sonra, baxın, 40 manatlıq məhsulu 20% endirimlə satmışam. İndi 40-dan 100-dən 20 çıxsam neçə qalacaq? 80 qalacaq. Deməli, bunu 80% qiymətinə satmışam. İndi baxın, 40-ın 80-ə bizə neçəni verəcək? 32 manat verəcək. Ən sonda 10% endirim etmişəmsə 90% satmışam deməli. 20-nin də 90% bizə verəcək 18-i.
İndi bu bizim ümumi xərclədiyimiz puldur. Bunu toplamış olsaq bizə neçəni verir? 130, 162, 172, 8 də burada 180. Hamısının cəmi 180 manat pul verəcək. Deməli, mağazada B variantda olan 180 manat həcmində biz pul xərcləmişik. Məbləğində pul xərcləmişik. Deməli, daha sonra keçirik neçənci suala? 87-ci sualımıza. Yazıb ki, figurlar arasındakı əlaqəni tapıb daha sonra sualı cavablamağa çalışmış olacağıq. Baxın, sanki figurlarım hara baxır? Buna baxsaq sağ yuxarı baxır. Həmin figur burada hara baxır? Sağa. Sağ yuxarı baxan oxum növbəti şəkildə sağa baxıbsa saat əqrəb istiqamətində 45 dərəcə hərəkət var. Və eyni zamanda həmin figurun ölçüsü nə olub? Böyüyüb. Deməli, yenə mənim baxın bu figurum saat əqrəb istiqamətində 45 hərəkət edəcək. Baxın 45 dərəcə hərəkət etsə hara baxar? Sağ aşağı baxan tam aşağı baxar. Deməli, həmin figur tam aşağı baxacaq və ölçüsü böyüyəcək. C-də tam aşağı baxmayıb sol aşağı baxıb, A-da sol aşağı baxıb yanlışdır. Bütün variantlarda aşağı baxıb və böyüyüb doğrudur. Yəni keçirik digər figurumuza. Ox baxır hara? Sol aşağı doğru. Burada hara baxır? Sol yuxarıya doğru. Sol aşağı baxan, sol yuxarıya baxıbsa burada neçə dərəcə olacaq? Diqqətlə baxaq, burada bir şey tam doğru getdiyimi, bu hissəyə baxmamalıyıq biz. Baxın, biz bura baxırıq. Sol aşağı baxan hara baxıb burada? Baxıb sağa doğru. Yəni sol aşağı baxan sağa doğru baxırsa neçə dərəcə olacaq? Baxın, sol aşağı baxır. İndi tam sağa baxır. Deməli, saatin əksinə doğru hərəkət edəcək. Bəs neçə dərəcə? Baxın, 45 hərəkət etsə aşağı baxar. 90 hərəkət edib sağa baxıb. Yəni 135 dərəcə hərəkət edib. Deməli, mən indi nə etməliyəm? Baxın, bu figuru 135 dərəcə saatin əksinə doğru hərəkət etdirməyə çalışmalıyam. Bu halda sol yuxarı baxan oxum. Baxın, 1.45 hərəkət etsə sola baxar. 1.45 hərəkət etsə aşağı baxar. Aşağı baxmalıdır. Əla. Aşağı baxır. Bəs harda olacaq? Əsas yerini təyin etməkdir. Diqqətlə baxmış olsaq, biz sanki bu figuru necə hərəkət etdirdik? Bütöv şəkildə fırladırıq. Necə ki, buradakı figuru sanki bütöv fırlatmışdıq. Baxın, bu yuxarıdakı burada yuxarıda qalmışdı. Sanki yerlərini dəyişməmişlər. Aşağıdakı aşağıda qalmışdı. Baxın, bu figuru burada yuxarıda saxlamışdım. Aşağıdakını da aşağıda. İndi sağdakını sağda saxlayacağım. Soldakını da solda saxlayacağım. Bu halda hansı variant alınır? Dedik ki, aşağı doğru baxmalıdır və sol tərəfdə qalmalıdır. B-də bəli solda qalıb, amma aşağı baxmır, yuxarı baxır. Y-də bəli aşağı baxır, amma sağda qalıb. Y variantı yanlışdır. Baxın, bu sağdadırsa sağda qalmalıdır. Bu soldadırsa solda da qalmalıdır. Aşağı baxmalıydı. D variantını doğru olaraq göstərəcək. 87-ci sualda da doğru cavabımız olur D variantı. Və keçirik 88-ci sualımıza. Fəzə figurlarla bağlı bir sual tipdir. Doğru açılışı tapın yazılıb. Diqqətlə baxaq, bir variantları qurmağa çalışaq. Baxın, A variantını birbaşa rahatlıqla silə bilərəm. Nəyə görə siləcəm A variantını? Mən buradan baxanda görürəm ki, baxın, bu şahmat taxtasına bənzər figurun üstündə qara dairəli tərəf olanda, qara dairə hardadır? Sol yuxarıda da elə deyil. Baxın, bu sol yuxarı küncündədir. Mən ox istiqamətindən baxıramsa, yəni altda şahmat figuru varsa. A variantında altda şahmat figuru olmaq üçün mən hardan baxmalıyam? Yuxarıdan aşağı baxmalıyam. Yuxarıdan aşağı baxanda hər şey əksinə dəyişir. Normalda bəli bu sol aşağıda görünür, sol tərəfdə görünür. Amma yuxarıdan aşağı baxıram axı mən. Yuxarıdan aşağı baxanda hər şey əksinə dəyişirdi. Sol aşağıda olan bu harda görünəcək əslində? Sağ yuxarıda. Siz kitabçanın tərsinə çevirsəz çox rahat görəcəksiniz. Deməli, baxın bu əslində harda olmalıdır? Aşağıda bu figur varsa sol yuxarıda olmalıdır. Burada isə sağ yuxarı gəlib düşmüş olur. Tərsinə baxsam. A variantı yanlışdır. B variantına baxın. Buradan baxanda bəli doğru görsənir, amma nəyə yanlışdır? Baxın, şahmat taxtasının üstə bəli sol yuxarıda burada nə var ox istiqamətindən baxsam? Qara dairə var, amma sağ tərəfdə bu fiquru verilib. Çünki oxun sağ tərəfi buradır. Bu halda, amma məndə sağ tərəfdə nə verilmişdi? Baxın, şahmat fiqurunun üstündə bu olanda sağ tərəfdə ağ fiqur verilmişdi. Yanlışdır, B variantı sildim. Daha sonra baxırıq C variantına. C variantına baxın, elə Y variantında bəri başdan silək. Nəyə görə silirik? Şahmat fiqurun üstündə, baxın bu fiqur olduqda, buradakı fiqur olduqda, hətta burada qarşı üz kimi verilib. Qarşı üzlərim yanlışdır. Məndə qarşı üz kimi, məsələn, bu qara dairə ilə nə verilib? Ağ tərəf verilib. Axı, məndə qara dairə olan tərəflə bu ağ tərəf bir-birinə toxunur. Necə qarşı üz ola bilərlər? Qara dairə olan tərəfin üzü, bu qara üçbucaq olan tərəfdir. Qarşı üz əsasən Y variantını sildim. C ilə D qaldı. Gəl görək C variantında doğru olacaq ya yox. Məsələn, mən baxıram ki, şahmat fiqurun üstündə ağ dairəli fiqur olanda sağında ağ fiqurdur. İndi mən nə edəcəm? Bunu aşırıb gətirəcəm bura. Belə bir diagonal keçirdirəm ki,
rahat aşırdım. Zigzag var hərəkət edəcək bu. Sola doğru aşırıram bu istiqamətdə. Yəni qara dairə gələcək bura. Bir dənə daşıtmış olsaq, baxın qara dairə gəlib hara düşəcək? Düşəcək bura. İndi gördünüz burada necə bir vəziyyət alındı. Baxın bunu çəkmiş olsaq qara dairə gəlib düşür bu hissəyə. Bu halda mən buradan baxanda görürəm ki, qara dairə gəlib birləşib şahmat figuruna. Axı burada birləşməmişdi, burada uzaq məsafədə qalmışdı. C variantında sanki qara dairə buradadır. Amma burada deyil, yuxarıdadır qara dairə. Ona görə C variantı da yanlışdır. Doğru cavab kimi yeganə D variantı qalmış olur. Və biz keçirik 89-cu sualımıza. Tərəzilər mövzusu ilə bağlı bir sual tipidir. 1-dən 9-a qədər rəqəmlər verilib, bir kənardan yazıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 bunları yazdıq. Yəni bir-bir figurları tapmağa çalışacağıq. Baxın, A kvadratların sayı çoxdur. Dedi ki, figurun sayı çoxdursa onun qiyməti aşağıdır. Ən minimal qiyməti verəcək buna. 1-ləri versək, burada alınırdan 7. Məcburən qara dairə 2 verməliyəm ki, bu 9-u aşmasın. Cəm oldu 9. Mən 1-i, 2-ni və 9-u tapdım. Daha sonra keçirəm bu hissəyə. Baxın, mən bunlara 1 vermişəm. 2 verə bilmərəm bu figurlara. 2-ni istifadə etmişəm. Məcburən 3 verəcəm. 3 plus 3, 6. 2 də burada 8. Baxın, bu oldu 8. 3-dən böyük qiymət versəm, bu 8-i aşırdı. 9-u istifadə etmişəm, qiymət tapa bilməzdim onda. 3-ü də tapdım, 8-i də tapdım. Daha sonra gəlirəm başqa bir hissəyə. Məsələn, gələk bu hissəyə və ya gələk bura. Baxın, buna 9 demişəm. 1, 2, 3 istifadə etmişəm, 4 qalıb. Deməli, ağ üst bucaqlarda 4-dür. 4 plus 4, 8. 9, 8-dən ağırdır həqiqətən. Doğrudur. Sol tərəf ağır deyə, sol tərəfə yıxılıb tərəzim. Deməli, mən nələri tapdım? 4-ü də tapdım. Əlimdə 5, 6, 7 qalıb. Baxın, mən bu qara dairə 2 demişəm. Görək qara dairədən, bəli. Qara dairə 2 demişəm. Əlimdə qalıb 5, 6 və 7. Bu figura 3 demişəm. 3 plus 2, 5. Sol tərəf ağır deyə mən böyük qiyməti, yəni 7-ni atacağım sol tərəfə. 7 olacaq burada. Buradan alınacaq 12. Məcburən 5-dən altda qalacaq burada ki 11 alınsın. 12 11-dən ağır olsun. Baxın, sol tərəf ağırdır deyə sol tərəfə yıxılıb tərəzi. Buna diqqət yetirin. Çox hallarda bunları səhv edirsiniz. Deməli 5-dən 6 oldu bu figurlar. Məndən həmin figurların cəmini istəyir. Fərqi yoxdur artıq hansı hansıdır. Toplananların yerini dəyişəndə cəm dəyişmədiyi üçün 5 plus 6 bizə 11-i verəcək, cavab olacaq məhz D variantı. Gəldik 90-cı suala. Bu il DİM-in sınağına düşmüş sualda operatorlarla bağlı. Nisbətən çətin idi. Deməli, burada nə edəcək? Baxın, 7 ilə 1-i toplayacaq. Bu bizə verəcək neçəni? 8-i. 8-i böləcək 4-ə, alacaq 2-ni. 2-ni yazacaq bura. Daha sonra keçirəm digərlərinə. 3 ilə bu 4-ü toplayacaq. Bu bizə neçəni verəcək? 3 plus 4 bizə verəcək 7-ni. Daha sonra bu 7-ni vuracaq 2-yə. Bu bizə verəcək 14-ü. 14-ü yazacaq ikinci hissəyə. Həqiqətən çox qarışıq idi. İndi bir dənəsini göstərəcəm. Baxın, bu 4 ilə 8-i topladı. Verdi 12-ni. 12-ni böldü 4-ü, aldı 3-ü. 3-ü yazır hansı hissəyə? Baxın bura, bu hissəyə. Növbəti 1 ilə 7-ni toplayır. Bu bizə verir 8-i. 8-i vurur 2-yə. Bu bizə verir 16-nı. 16-nı da yazır, baxın bu hissəyə. Yanaşı. İndi mən nə edəcəm? 8 ilə 8-i toplayacağım. 16. 16-nı böləcəm 4-ə. 4. 4-ü yazacağım birinci hissəyə. Daha sonra bu 1 ilə bu 1-i toplayacağım 2. 2-ni vuracağım 2-yə. Bu da mənə verəcək 4-ü. Həmin 4-ü yazacağım bura. Cavabımız nə olacaq? B variantı 44 olmuş olacaq. Həqiqətən asan bir sual deyildi. 91-ci sualda baxırıq nə yazılıb. Sahə perimetri mövzusu ilə bağlı bir sual tipi yazıb ki, kvadrat formalı figurun bir damasının uzunluğunun 1 cm olduğunu bilərək qalın xətlərlə hüdudlanmış hissənin sahəsini tapın. Pi də bərabər 3 cm. Rahat hesablaya bilək deyə nə edəcəyik? Baxın, mən bunu buradan bölürəm bu şəkildə. Bunlara ayrı düzbucaqlı formasında baxacağım ki, bunları rahat hesablaya bilin və ya kvadrat formasında baxacaq ümumilikdə hesablaya bilək. Bunun birinin sahəsi nə qədərdir? Tərəf 1 cm deyə bunun birinin sahəsi 1-dir. 1, 2, 3, 4, 5, 6. Bura bütövlükdə oldu 6. Daha sonra gəlin hesablayaq. Baxın, burada 2 dənə olan yarımsığı. Bunların ikisi birləşib mənə nəyə verəcək? Bir dənə bütöv dairəni vermiş olacaq. Radiusu nə qədərdir? 1 cm-dir. Dairənin sahəsi nəyə bərabər olacaq? Pi r kvadratına. Pi məndə 3-dür. 3 vurulsun 1-in kvadratı elə bizə neçəni verəcək? 3-ü vermiş olacaq. Bütöv dairə 3-dürsə, bunun yarısı 1/5 buradır. Yarısı 1/5 də buradır. Əla, bunlar getdi. İndi qaldı aşağıdakı figurlar. Baxın, mən bunlara necə baxacağım? Bu hissənin sahəsini tapmalıyım, elə deyil.
Deməli, bunun birinin sayəsini tapıb 2-yə vuracağım, çünki 2 dənə eyni fiqurdur. Baxın, bütöv bir dairə olmuş olsaydı necə olardı? Pi r kvadratını hesablanardı, elə deyil, normaldır. Pi r kvadratını hesablayardı. İndi bunun radiusu nə qədərdir? Radiusu 1'dir, bilirəm. Pi-də ilə 3 olduğu üçün yenə nə alacağım? 3 almış olacağım. Buradakı kimi. Amma bu səfər mən bunu yarıya bölməmişəm. Sanki 4 hissəyə bölmüşəm və 4-dən hissədən 3-ünü götürmüşəm. Bu hissəyə baxmıram. Bunu çünki ayrıca hesaplamışam mən. 4-dən 3-ünü götürmüşəm. Bu halda bu 3 santimetrlik, 3 kvadrat santimetrlik dairənin nəyini götürdüm? 4'də 3'ünü. Deməli 4'də 3 buradır. Nəyin 4'də 3'ü? Yəni bir dənə dairənin, yəni 3 kvadrat santimetrlik fiqurun 4'də 3 hissəsi. Bu bizə verəcək 4'də 9'u. Əla, 4'də 9 oldu bu hissə. Bir dənə bunun sahəsi. Bəs bundan neçə dənədir? 2 dənədir. 2 dənə olduğu üçün vuracam bunu neçəyə? 2'yə. Bu da bizə neçəni verəcək? 9 bölünsün 2'ni, yəni 4/5 vermiş olacaq. Deməli, bu 2 dənəsinin sahəsi birlikdə nə oldu? 4/5 olmuş oldu. 6 plus 4/5. Daha sonra baxın 1/5, 1/5. Cəmi 3 plus 3 buranı verdi. Bir dənə qaldı bu yuxarı. Baxın bu hissənin sahəsini tapmaq. Bunu da rahat hesablaya bilək deyə nə edəcək? Baxın, bunu mən tamamlayıram bir düzbucaqlı üçbucağa bu qaydada. Bu qaydada tamamladıq. Düzbucaqlı üçbucaq deyirəm. Daha doğrusu düzbucaqlıya tamamladıq. İndi bu düzbucaqlının sahəsinə baxaq. Eni 1'dir, 1, 2, 3. Uzun 3'dür. Sahə nəyə bərabərdir? 1 vursun 3, 3'ə. Bu 3'dən mən nəyi çıxacam ki? Mən baxın bu daxildəki xətti görürsünüz, qırmızı hissəni. Baxın mən bu hissənin sahəsini ala bilmək üçün bu 2 dənə nöqtə qoyduğum hissənin fərqli formada qoyaq. Bu 2 dənə nöqtə qoyduğum hissənin sahəsini çıxmalıyam. Bu da sanki nədir? Diqqətlə baxmış olsa baxın bunlardan biridir sanki. Bir dənəsidir bunlardan. Mən ümumi çevrənin sahəsini və dairənin sahəsini nə olaraq tapırdım? 3 olaraq tapırdım. Və bu da o 3'ün nə idi sanki? 4'də 1 idi. 4 dənə hissədən 1 dənə hissəsidir. Yəni 4'dən 1 də buradadır. Deməli, indi 3'ün 3 kvadrat santimetrlik hissənin nəyini tapacam? 4'də 1'ini tapacam. 3 vurulsun 4'də 1. Və bundan neçə dənədir? 2 dənədir. Biri bu, biri bu. Vuracam 2'yə. Vurulsun 2. İxtisarlarımızı aparsaq nə qalacaq? Bu bizə verəcək 3'ü. Baxaq doğru mu hesabladıq? 2'lər ixtisar 7. 3 bölünsün 2, 1/5'i verdi. Əla. Sanki 1/5 məndə nə oldu? Bu 2 dənə, baxın içinə nöqtə qoyduğum hissələrin sahəsi. Bütövdə 3 idi bu hissəm. Bu 3'dən 1/5 çıxsam geridə nə qalacaq? 1/5 qalmış olacaq. Əla. Deməli, mənə bu lazım olan ortadakı qırmızı hissənin sahəsi oldu 1/5. Ədədlərimiz necə idi? Sildik ədədlərimizi də. 4/5 bu aşağıdakı 2 dənə sahəsi idi. 4/5. Buranın sahəsi 6 idi. Plus 6. Bu ikisinin cəmi bir yerdə 3 idi. Plus 3. Yuxarıda nə qədər aldıq? 1/5 aldıq. 1/5'di burada. İndi bunları toplasaq 4/5, 1/5. Bu bizə verdi 6'nı. 3'də 6, 12, 3'də 3 yanında 15. Cavabımız nə olacaq? 15 alınmış olacaq. 91-ci sualın cavabı oldu 15. İndi keçirik 92-ci sualımıza. 92-ci sualda diqqət edirək. Burada kvadrat yox, kubdur. Sizdə kitabçada doğru idi. PDF-də sadəcə mənə qədər problem var. Sizdə kitabçada problem yox idi. Deməli, birinci hesablayıram bunu. 15 kare dairə 8'dir. Deməli, 5x bərabərdir 15'dirsə, x bərabərdir buradan 3'ə. Daha sonra 4y bölünsün 3 bərabər olur neçəyə? 8'ə. Yəni yazıram buradan 4y bölünsün 3 bərabərdir 8'ə. Buradan 4y bərabər olur 24, y bərabər olur 6'ya. Əla, y də 6'dır. 3 3 9, 2 dəfə 6 12. Toplasaq bizə verdi 21'i. Deməli, bunun qiyməti oldu 21. Yazırıq buradan 21 minus. İndi keçib ikincini hesablayacağıq. Bu dedik ki, kubdur bizdə. Solu 8'dir. X kubu bərabərdir 8'dirsə, x buradan bərabərdir 2'yə. Yazdıq buraya 2'ni. Y kubu bərabər neçə? 27'yə. Y kubu da 27'dirsə, y də buradan bərabər neçə? 3'ə. Bunu da bildik. Deməli, indi x-in qiyməti bizdə nə olacaq? X-in qiyməti bizdə olacaq neçə? 2. Y-in qiyməti olacaq 3. Yazıram bir yerinə. 2 dəfə 2 bizə verdi 4'ü. 3 dəfə 3 verdi 9'u. 4'dən 9 çıxanda mənfi 5 alınır. Deməli, 21 çıxılsın mənfi 5 bizə neçəni verəcək elə? 26'nı vermiş olacaq. Cavabımız da 92-ci sualda oldu 26. Və keçirik növbəti sualımıza. 93-cü sual. Yazıb ki, hərflərin bir-birindən və sıfırdan fərqli olduğunu bilərək sualı cavablandırın. Baxın, bilməlisiniz ki, 3 dənə müxtəlif hərfi toplasam K, M, L. 3'ünü müxtəlif toplasam müxtəlif hərfi. Maksimal ala biləcəyim qiymət neçədir? 24'dür. Biri 9 olar, biri 8 olar, biri 7 olar. Maksimal ala biləcəyim qiymət 24'dür. Mən də maksimum n axtarıram. Ona görə bunlara maksimal düşünəcəm. 9, 8, 7 şəklində 24, 4 yazaq 2 adda.
9, 8, 7 şəklində yenə yerləri dəyişdirək. 9-dur, K 7-dir, L 8-dir. Yenə 24 alınır. 2 də yadda 26. 6 yazıq 2 yadda. Yenə K'ya biz burada 7 verdik. M-ə 9, L-ə də 8. Yenə 24 alınır. 2 də yadda 26. 2 keçdi qabağa. Yəni istənilən halda maksimum yeni axtarıramsa KM ilə maksimum qiymət verəndə yeni qiymət elə 2 olmuş olacaqdı. Bu sualın da doğru cavabı oldu 2. Və keçirik 94-cü suala. Yazıb ki 9 fiquru fırlatmamaq şərti ilə verilmiş şəkildə elə formada yığın ki müxtəlif fiqurlara aid qonşu rəqəmlər eyni olsun. Şəkildə göstərilən hərflərin yerlərinə düşəcək rəqəmləri müəyyən etdin və onları ABCD sırası ilə düzün. Deməli, baxın burada nə edəcəyik? İlk növbədə dedik ki, bunları X, Y, Z ilə adlandırsaq işimiz daha rahat olacaq. Gəlin adlandıraq. İstənilən bir küncdən başlayıb yaza bilərdik. Baxın, buradan başlayıb yazıram. Bu X olsun. Biraz da qələmimi kiçildəcəm ki, daha rahat görə bilək. Bu çox kiçik oldu. Aha. Belə yaxşı olacaq. Deməli, bunu X desəm, bu da X-dir. Bunu Y deyəcəm, buna Z deyəcəm. İndi, baxın, hamısı eyni olmalı deyə. Bunların hamısı oldu Z. Daha sonra, Y isə bunların hamısı oldu Y. X, Z isə bura qalıb Y, bu da oldu Y. Y, Z isə bunlar oldu X. X, Z buna Y qalıb, bunlar oldu Y. Y, Z'dir, bura X qalıb. Deməli, bunların hamısı X-dir. Növbəti, X, Y isə buna Z qalıb, bu da Z-dir. Z, X isə bu Y-dir. X, Y isə bu Z-dir. Daha sonra, baxın, X, Y isə bu Z-dir, bu da Z-dir. Z, X bu Y-dir. X, Y bu Z-dirsə, baxın, bunların hamısı onsuz da Z olacaq. Əla, bura qədər gəldik. Amma bu hissəyə hələ keçə bilmirəm. Risk etmirəm. İndi baxıram nəyə? Baxın, istənilən yerdən başlaya bilərik. Harada fiqur sayacaqsa oradan başlaya bilərik. Amma hamısında 4 dənəli deyə fərqi olmayacaq artıq. İstədiyimizdən hər hansı birindən başlaya bilərik. Gəlin başlayaq. Baxın, elə bunlardan başlayaq. 2 dəqiqədən bir yuxarı gedib gəlməyək deyə. Diqqətlə baxmış olsaq, hipotenuzları sol yuxarı baxan üçbucaqlardan 2 dənəsinin təpə nöqtəsi eynidir, digərlərinki fərqlidir. Gəlin görək bunları müəyyən edə bilirikmi? Hipotenuzları sol yuxarı baxanlar hansılardır? Bunları fərqli formada göstərəcəm. Baxın, biri budur. Hipotenuzu baxır sol yuxarı. Biri budur. Hipotenuzu baxır sol yuxarı. Daha sonra biri budur. Hipotenuzu baxır sol yuxarı. Bir dənəsi də olmalıdır. O hardadır? Diqqətlə baxsaq, baxın, bir dənəsi də buradadır. Hipotenuzu baxır sol yuxarı. Bunlardan dedik ki, ikisinin təpə nöqtəsi eynidir. Baxın, Y-dir, X-dir, Z-dir. Bunların üçü də fərqlidir. Deməli, biri burada hansıdırsa buna uyğun gələcək. Amma hələ ki bilmirəm. Görək, burada başqa bir ipucumuz varmı? Baxın, burada da baxsam, yəni 2 dənəsinin ikisinin 2-2-dir, ikisinin 3-3-dür. Burada fərqləndirə bilmirəm hər hansı bir nüansı. Amma diqqətlə bura baxsam, 1, 3, 2 və 1. 2 dənəsində nədir? Bu sol tərəf bucaq hissəsi 1-dir. Deməli, 2 dənəsində mən 1 yazmalıyım, eyni yazmalıyım. Baxın, onlar hansılardır? X-lardır. X burada da var, burada da var. Deməli, onlar nəyə uyğun gələcək? 1-ə uyğun gəlmiş olacaq. Biz o zaman artıq bilirik ki, X-in qiyməti burada nədir? 1-dir. 1-lər eyni idisə, burada yazıram X-in yerinə 1. Bura artıq yazacağım 1. Burada yazacağım 1. Bunlar 1 isə artıq B-nin qiyməti nədir? B 1-dir. Artıq 100% B-nin qiymətini tapa bildim. X-in qiyməti 1 isə biz onsuz hamısına 1 yaza bilərik, elə deyil. Gəlin hipotenuzlar yuxarısı olanların, baxın, bu X-ların hamısına nə yazaq? 1 yazaq. Bu oldu 1. İndi mən nəyi bilirəm? Məndə təkrarlanan 1-lər idi. Elə deyil. 2 dənə təpə nöqtəsində 1 təkrarlanırdı. Birin biri burada. Mən bura 1 yaza bilmərəm çünki bu Z-dir. Burada 1 yaza bilmərəm çünki bu Y-dir. Məcburən digər 1-i hara yazmalıyam? Baxın, bura yazmalıyam. Deməli, bura oldu məndə nə? 1. 1 yazdıq bu hissəyə. İndi daha sonra hansı hissəyə baxa bilərik? İndi eyni qaydada baxsaq, bu 1-lərdən 1-in aşağısı 2-dir, 1-in aşağısı 3-dür. Yenə 2 düşdü. Bunların yeri qarışıqdır, birbaşa təyin etmək olmaz. Daha rahat tapaq deyə bir dənəsinə də baxsaq yaxşı olacaq. Çünki burada müəyyən ehtimallar daxilində qalırıq. Baxın, bundan əvvəlki sətrə baxsaq daha rahatdır çıxacaq. Çünki burada 3 dənə aşağıda nə var? 1-imiz var. 1-in X olduğunu bilirik. Buradan onsuz X-i eynən daha rahat təyin edə bilərdik. Bəs bu üç bucaqlarımız hansı üç bucaqlardır? İxtiyari bir dənəsini göstərəcəm. Məsələn, baxın, bu üç bucağı görürsünüz. Həmin üç bucaqlar bu tip üç bucaqlardır. Hipotenuzları sağ aşağı baxanlardır. Bəs bunlarda başqa hansı ipuzunu görmək olur? Baxın, bunlardan üçü 1-dir, bir dənəsi 2-dir. İndi bunlardan üçü eynidir, biri fərqlidirsə, gəlin birbaşa onları təyin edək, görək fərqli olanımız hansıdır. Baxın, biri buradadır. Yenə fərqli rənglə göstərəcəm ki, onları seçə bilək. Ona görə bunları hər iki siləcəm, gözünüz qarışmasın deyə. Baxın, biri budur. Bu şəkildə olacaq. Daha sonra bir dedi ki, buradadır.
Növbəti digərləri hardadır? Baxın, biri buradadır. X-in 1 olduğunu bildik. Buna yazırıq 1. Növbəti bir dənə qaldı bu. Bir dənəsi də buradadır. Baxın, üçü eyni olmalıdır. 3 dənəsi 1'dir. Birin biri burada. Birin biri burada. Baxın, burada y-dir. 1 deyil. Deməli, birin avtomatik digəri hara düşür? Bura düşür. O zaman burada qalan y nədir? 2'yə uyğundur. 2'yə uyğundur çünki 2 tək qalıb orada. Burada da y tək qalıb. Deməli, y də 2'dir. X bərabər olur 1'ə, y bərabər olur 2'yə. Avtomatik z-in qiyməti nə olacaq? Z də geridə qalan rəqəmə uyğun gələcək 3 olacaq. Hamısını yazmağımıza artıq ehtiyac yoxdur. Bu halda gətirib yerini doldurmuş olsaq, baxın, biz dedik ki, y bizdə 2'dir. Z bizdə 3'dür. B də bizdə 1'dir. Əla. Artıq digər hissələri silirəm. Hər hansı birini yerləşdirmişəm. Rahat doldura biləcəyik artıq. Baxın. Diqqətlə baxsaq, bunların hamısı nədir? 3'dür. Z-ə 3 demişdik çünki. 3'dürsə, y nə qaldı burada avtomatik? 2 qaldı. B 1'dir. Bunların hamısı olacaq 1. Əla. 1 3'dürsə buna qaldı 2. Bunlar 2'dir. 2 1'dirsə bu oldu 3. D-nin qiyməti 3'dür. 1 3'dürsə bu 2'dir. Bu da 2'dir. Bu da 2'dir. 1 2'dirsə bura nə qaldı? 3 qaldı. Deməli, bunların hamısı nədir? 3'dür. Artıq axıra qədər doldurmuram. Bütün hərfləri tapmışam. Bizdə A, B, C, Y, D ardıcılığını istəyirdi. A, B, C, Y və D-ni istəyirdi. A-nı tapdıq 3. B-ni tapdıq 1. C-ni tapdıq 3. Y-ni tapdıq 2. D-ni tapdıq 3. Belə bir cavab alınmış olacaq. Yenə bu iki dimin sınaq sualı idi. Çox vaxt aparmır əslində. Yəni biraz diqqətli olsaq sürətli yaza biləcəyiniz bir sualdır. Və keçirik sonuncu sualımıza karandaş məsələlərindən bağlıdır. Çox uzatmayacağım karandaş məsələsinin qısa həll qaydasını demiş olacağım. Yazıb ki, qırmızı və sarı rəngli karandaşlar 2'dən artıq qırmızı karandaşın yanaşı olmaması şərti ilə sıraya düzülür. Toplam sayılar 3 və 6 olan qırmızı və sarı karandaşların mümkün düzülmə variantları arasında sonu sarı karandaş olan variantların sayı ilə sonunda qırmızı karandaş olan variantların sayı arasındakı fərqi müəyyən edərək tapın uyğunluğu. Baxın, maksimal 6 karandaşım var. 1, 2, 3, 4, 5, 6. Karandaşlarla bağlı kifayət qədər izah verilib deyə artıq burada uzatmayacağım. Nəyi bilməlisiniz? Baxın, burada belə bir dənə şərt qoyub. Bir dənə şərt qoyduğu halda bu keçərlidir. Onu da deyim ki, 2 dənə şərt qoysa gərək bir hər bir şərti qurasınız. Bir dənə şərt qoyub. Yazıb ki, 2'dən artıq qırmızı karandaş yanaşı gələ bilməz. Deməli, 2 dənə gələ bilər. 2'dən artıq amma problemdir. Deməli, 2'dən artıq problemdir. 2 dənə problem deyil deyə məhz qırmızı ilə sarı arasındakı fərqi axtarıramsa, bu tip suallarda, baxın, sarı ilə qırmızı arasındakı fərqi axtardığım suallarda 2 dənə yazdığı üçün ilk ikisine 0 yazıram. Üçüncüyə avtomatik 1 yazıram. Sonra baxın, bu üçünün cəmi verdi mənə bunu. Sonra məndə bu üçünün cəmi verir bunu. Və növbəti bu üçünün cəmi mənə nəyə verəcək? Bunu vermiş olacaq. Bu halda mən deyəcəm ki, əgər 3 karandaşım varsa, verilmiş şərt daxilində, yəni 2'dən artıq qırmızı karandaş yanaşı gələ bilməzsə, mənim 3 karandaşım varsa, sarı çıxılsın qırmızı fərqi mənə verəcək 1'i. Yəni, birinciyə uyğun gələcək B variantı. 6 karandaşım olarsa, sarı ilə qırmızı arasındakı fərq olacaq 4. İkinciyə də uyğun gələcək Y variantı. Əgər məsələn, atıram özümdən, burada 2 yox, 3 yazmış olsaydı, necə olardı? 1, 2, 3, 4, 5, 6 yazardıq. İlk üçlüyə 0 yazardıq, dördüncü olardı 1. O halda ki, sonunda sarı ilə sonunda qırmızı arasındakı fərqi istəyir. Daha sonra bunların cəmi mənə növbətini verərdi. Bunların cəmi mənə növbətini verərdi. Bu qaydada davam edərdi. Burada məhz 2 dənədən artıq olmaz deyə ilk ikisi 0 oldu, üçüncü 1 oldu. Sonra baxın, bu üçünün cəmi növbətini verdi. Sonra bu üçünün cəmi növbətini verdi. İndi bu üçünün cəmi növbətini vermiş oldu. Bununla da sonuncu intensiv sınavımızın izahının yekununa gəlmiş olduq. Növbəti izah videolarında görüşənə qədər hələlik.